Xoş gördük hər birinizi yeni gündə. Sizlərə salamlayıram Xırdalan şəhərindən. Sizlərə bütün avadanlıqları qalmaq şərti ilə təcili olaraq gözəl Qubcalı mənzil təqdim edirəm. Mənzilimiz 2 otağa düzəlmədir. 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə olmağına baxmayaraq yerdən 1 metr 80 sm hündürlükdədir. Baxın, bir daha qeyd edirəm, təkrarlamaq kimi olmasın. Videoda gördüyünüz bütün avadanlıqlar, konkret deyim də bütün əşyalar hamısı evin içərisində qalacaq. Sizlərə təqdimat elədim gözəl qonaq otağından. Mənzilimizin kupçası əldədir. 2 otağa düzəlmədir. Baxın, qonaq otağından eyvana çıxışdır. Eyvanı müəyyən səbəblərdən sizlərə təqdim eləmirəm. Amma eyvanda nə var hamısını deyim. Eyvan birinci dərəcəli. Plastik pəncərə ilə bağlanıb. İkincisi, qaz şötçüyü oradadır, eyvandadır. Üçüncüsü də kombimiz oradadır. Yəni isitmə sistemi kombidir. Əmlak sahibinin planları dəyişdiyinə görə bütün avadanlıqları ilə bir yerdə gördüyünüz bu gözəl bin evini satırıq. Keçək evimizin əsas giriş qapı hissəsinə. Bura bizim evimizin əsas giriş qapı hissəsidir. Əsas giriş qapıdan daxil oluruq, yəni seyf qapıdan. Sağda qalır səliqəli bir mətbəx talanımız. Video daxilində gördüyünüz paltar yuyan, xaladenlik, hamısı da bütün əşyaları evimizin içərisində qalacaq. Heç bir əşyası götürülmür. Görürsünüz, belə bir xudmani kiçik mətbəximizdir. Gənc ailələr üçün, alıb kirayə vermək üçün superdir. Yaxınlığında universitet, məktəb, şəhərə işləyən avtobus, uşaq bağçaları, hər bir şərait var. Burada isə ümumi sanuzelімizdir bizim. Baxın, dəyərli izləyicilər, ümumi sanitar qovşağımızdır. Ev həqiqətən də çox səliqəli, çox möhtəşəm, təmirli, gözəl bir evimizdir. Qiyməti sizlərə açıqlayım, dəyərli dostlar. Qiymətimiz 71.500 manatdır. Real alıcıya qiymətində cüzvi bir miqdarda endirim var. Görürsünüz, bura yataq otağıdır. Kifayət qədər böyük ölçüyə malik. Böyük taxtımız, şifonerimiz, dumuşkaları, termosu, televizoru, 2 ədəd televizoru, hamısı qalır da. Daxilində, video daxilində görürsünüzsə, heç bir əşya götürülməyəcək. Allah alanın da, satanın da xeyrin versin. Görürsünüz, necə səliqəli, necə gözəl bir bin evidir. Dəyərli dostlar, vaxtınızı bizə ayırıb, bizi izlədiyinizə görə hər birinizə təşəkkür edirəm.